ildən artıq yaşı olan avtomobillərin ölkəyə gətirilməsi yenə də mümkün olacaq. Lakin gömrük rüsumu daha yüksək təriflə tətbiq ediləcək. 1 aprel tarixindən qüvvəyə minməli olan təşəbbüs dəyişdirilib. Baş nazir izah edib ki, qərar müvafiq özəl subyektlərin və vətəndaşların maraqları nəzərə alınaraq qəbul olunub. Tripolidə sürüşmə zonasından artıq 45 ailə evakuasiya olunub. Hadisə yerində geoloqların işi davam edir. Torpaq kütləsi səhər saat 5-də sürüşüb və nəticədə 5 yaşayış evi dağılıb. Xəsarət alan yoxdur. Qursəbi kəndində koordinasiya qərargahı yaradılıb. Givi Tarqamadze Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib. Söhbət xarici dövlətə və ya xarici təşkilata düşmən fəaliyyətində yardım göstərilməsi işi ilə bağlıdır. O, istintaq qurumunda 3 saatdan çox qalıb. Onun sözlərinə görə, etdiyi açıqlamalar ictimai məlumatlara əsaslanır və təhlükə realdır. Avropa Parlamenti yeni qətnamə qəbul edib. Elena Xoşdarya işi və Gürcü arzusu rejiminin siyasi məhbusları haqqında. Sənəddə deyilir ki, qanunvericilər Xoşdarya və digər şəxslərin siyasi motivlərlə həbs olunmasını qəti şəkildə pisləyir. Bu şəxslər söz və toplaşma azadlığına, habelə sülhçülük etirazlarını ifadə etdiklərinə görə hədəf alınıblar. Qətnamədə həmçinin Mixail Saakashvilinin uzun müddətli həbsinə və sağlamlıq vəziyyətinin pisləşməsinə dair ciddi narahatlıq ifadə olunub. Sənəddə qeyd olunur ki, o faktiki olaraq 4 ildən artıqdır Bidina Ivanishvilinin siyasi girovudur. Avropa Parlamenti tələb edir ki, demonstrantlara qarşı kimyəvi silah istifadəsi ilə bağlı etibarlı məlumatlar müstəqil və şəffaf şəkildə araşdırılsın. Eyni zamanda sənəddə Gürcüstanda Rusiya, Çin və İranın siyasi, iqtisadi və təhlükəsiz sahəsində artan təsirinə dair ciddi narahatlıq ifadə olunub. Avropa Parlamenti həmçinin Avropa İttifaqı və üzv dövlətləri hədəfli sanksiyaların tətbiqinə, eləcə də rejimin nümayəndələri və onlara dəstək verən şəxslərə vizaların məhdudlaşdırılmasına çağırır. Bu şəxslər demokratik, müxalifət, dissidentlər, nümayişçilər və jurnalistlərə qarşı siyasi motivli həbs, təqib və zorakılıqda məsuliyyət daşıyırlar. Qətnaməni 438 deputat dəstəkləyib, 37-si isə əleyhinə olub, 81 deputat isə bitərəf qalıb. Gürcüstandan heç bir tələb və ya çağırış olmayıb, lakin digər tərəfdən bizim birgə işlədiyimiz ümumi gündəmimiz var, deyə Ermənistanın baş naziri bildirib. Nikol Paşinyana sual verilib ki, Gürcüstandan Avropa Parlamentində çıxışında qeyd etməsi üçün hər hansı tələb olubmu? Xüsusilə də Ermənistanın Avropa İttifaqına üzvlüyünün əsas maneəsinin Avropa İttifaqı ilə Gürcüstan arasında dondurulmuş siyasi dialoq olduğunu vurğulaması məsələsi ilə bağlı. Avropa Parlamentinin tribunasından narahatlığımı bildirdim. Çünki biz Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərdəki vəziyyətdən səmimi şəkildə narahatıq. Bu bizi narahat edir, deyə Nikol Paşinyan qeyd edib. Rustaveli prospektində parlamentin qarşısında qurulmuş çadırlarda yanğın baş verib. Hadisə ilə bağlı bütün müvafiq istintaq tədbirləri aparılır, Daxili İşlər Nazirliyi bildirir. Məlumata görə istintaq çərçivəsində bir neçə şəxs polis şöbəsinə dindirilmək üçün aparılıb. Rəsmi açıqlamada deyilir. Bu ilin 12 mart tarixində Rustaveli prospektində parlamentin qarşısında qurulmuş çadırlardan birində yanğın baş verib. Hadisənin şahidi olan fəallar Qoça Başelaşvili və Roman Yatsenko bildiriblər ki, gecə boyunca parlamentin qarşısında yerləşən çadırlardan birində olublar və çadır naməlum səbəbdən alovlanıb. Yanğın onların öz qüvvələri ilə tez bir zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğınla bağlı istintaq başlanıb. Dindirilmək məqsədi ilə Qoça Başelaşvili və Roman Yatsenko polisə aparılıblar. Alkotest ilə yoxlamada onların spirtli içki qəbul etdiyi müəyyən edilib. İstintaq tədbirləri çərçivəsində hadisə zamanı orada olan digər şəxs Darecan Tsxvitarya da polis şöbəsinə aparılıb. Hadisə ilə bağlı bütün müvafiq istintaq tədbirləri, o cümlədən hadisə yerinin baxışı zamanı yanğın nəticəsində zədələnmiş çadır götürülüb. Əlavə təhlükəsizlik tədbirləri çərçivəsində ətraf ərazidə boşaldılıb deyə Daxili İşlər Nazirliyi
Nazirliyinin açıqlamasında qeyd olunub. İsrail Silahlı Qüvvələri bildirir ki, İranın raket istehsalı aparılan nüvə obyektinə zərbələr endirilib. Silahlı qüvvələrin açıqlamasına görə İsrail aviasiyası zərbələri dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq həyata keçirilib. Məlumata görə Taleqan kompleksi qabaqcıl partlayıcı cihazların hazırlanması və AMAT layihəsi çərçivəsində gizli təcrübələrin aparılması üçün istifadə olunurdu. BMT-nin Qaçqınlar Agentliyinin məlumatına görə ABŞ İsrail hərbi əməliyyatının başlanmasından sonra İranda 3,2 milyon nəfər məcburi köçkünə çevrilib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasına görə Doğru və 4 əməliyyatının 41-ci dalğası başladılıb. İranda bildiriblər ki, hücumun hədəfi Tel Əvivdə ABŞ İsrail obyektləri və bölgədəki Amerika bazaları olub. Paralel olaraq İsrail əməliyyatının Livana genişləndirilməsinə hazırlaşır. Müdafiə naziri artıq müvafiq əmri verib. Əvvəl yayılan məlumatlara görə Şiə qruplaşması Hizbullah İsrail istiqamətinə təxminən 200 raket atıb. Hücum nəticəsində 2 nəfər yaralanıb. Böyük Britaniyanın dəniz ticarət əməliyyatları mərkəzi bildirir ki, Yaxın Şərqdə müharibənin başlanmasından sonra gəmilərə 16 hücum qeydə alınıb. ABŞ prezidenti bildirib ki, İranda hərbi əməliyyatlar planlaşdırılan qrafikə uyğun sürətlə davam edir və bu bir neçə həftəlik ekskursiyadır. Donald Trump neft qiymətlərinin artımına da toxunub. Onun sözlərinə görə bu müharibə vəziyyətinin nəticəsidir. Lakin qeyd edib ki, maliyyə bazarları tezliklə normal rejimə qayıdacaq. Beynəlxalq Enerji Agentliyinin üzv ölkələrinin strateji ehtiyatlardan 400 milyon barel neft ayırmaq qərarına baxmayaraq, barel başına neftin qiyməti 100 ABŞ dollarını keçib. Asiya bazarında Brent neftinin barel qiyməti 9% artaraq 100 dolları ötüb. ABŞ bazarında neft də 9% bahalaşaraq 95,27 dollara çatıb. Əvvəlcə onlarca ölkə, o cümlədən ABŞ və Böyük Britaniya fövqəladə ehtiyatlardan rekord miqdarda neft ayırmaq barədə açıqlama vermişdi. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Vaşinqton təzyiqi Ukrayna əvəzinə Rusiya artırılmalıdır. Zelenski həmçinin təhlükəsizlik zəmanətləri və Donald Trumpla dialoq barədə danışıb. Onun sözlərinə görə əsas sual budur. Gələcək liderlər də bu zəmanətləri yerinə yetirəcəklərmi? Ukrayna prezidentinin bildirdiyinə görə Donald Trumpın nümayəndələri ilə aparılan danışıqlar göstərib ki, ABŞ Ukraynaya müəyyən növ təhlükəsizlik qiymətləri təklif etməyə hazırdır. Lakin bu zəmanətlərin konkret məzmunu hələ dəqiq məlum deyil. Samtxə Cavaxeti Dövlət Universitetinin nümayəndələri ilə növbəti görüş keçirilib. Təhsil naziri onlarla ali təhsil sisteminin islahat istiqamətlərini təqdim edib. Digər məsələlərdə müzakirə olunub. O cümlədən təhsil proqramlarının inkişafı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, tələbə kvotalarının yenidən bölüşdürülməsi və tələbə mobilliyi. Milli Təhsil Olimpiyadasının final turu keçirilib. Ölkə üzrə 10 minlərlə şagird iştirak edib. Olimpiyadanın məqsədi şagirdlərdə bilik və bacarıqların aşkarlanmasını təşviq etmək, motivasiyanı artırmaq və rəqabətli təhsil mühiti yaratmaqdır. Milli Təhsil Olimpiyadası 4 gün ərzində müxtəlif fənlər üzrə, qiymətləndirmə və imtahanlar üzrə Milli Mərkəz tərəfindən hazırlanmış cədvələ uyğun keçirilmişdir.